Sürücülük vəsiqəsinin dəyişdirilməsi xidməti ilə bağlı yaşayış yeri üzrə qeydiyyat məhdudiyyəti olmadan bir sayılı Gəncə və bir sayılı Sumqayıt Asan Xidmət Mərkəzi istisna olmaqla istənilən Asan Xidmət Mərkəzinə müraciət oluna bilər. Bu xidmətlə bağlı sürücülük vəsiqəsi sahibi özü müraciət etməlidir. Sənəd Azərbaycan Respublikasından əldə edilmişdirsə və sənəd sahibi Azərbaycan Respublikasının vətəndaşıdırsa, müraciət zamanı onun şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 60 və daha çox yaşı olan şəxslər üçün, eləcə də siyasi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xüsusi xəstəlikləri olan şəxslər üçün tibbi arayış tələb olunur. Sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı 30 manat məbləğində dövlət rüsumu ödənilir. Yol hərəkəti haqqında qanuna əsasən sürücülük vəsiqəsinin dəyişdirilməsi sənəd sahibinin əvvəlki malik olduğu bütün kateqoriyalar saxlanılmaqla imtahansız olaraq həyata keçirilir. Şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətt haqqında iş üzrə tətbiq edilən inzibati cərimə olarsa, ödənildikdən sonra sürücülük vəsiqəsi dəyişdirilir. Sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı fotoşəkil mərkəz daxilində xüsusi avadanlıq vasitəsilə ödənişsiz olaraq çəkilir.